Değerli dostlar, xoş gördük sizlər. Xırdalan şəhərində marşrut dayanacağının harcısı 150-200 metrliyində Günlaş Yalda Sarayından qabaq hissədə belə bir 2 otaqlı, əla təmirli həyət evimiz təşkil təqdim edirəm. Bura onun olduğu yataq otağı, hardasa bir 20-22 kvadrat sahəsi var. Bura onun xudmani qonaq otağıdır, bax belə bir qonaq otağıdır. Təmirinə söz ola bilməz. Marşrutla arası 150-200 metr olar. Memar Əcəmi 20 yanvar istiqamətində işləyən marşrutun arası. Bura mətbəx hissəsidir, bax buradan mətbəx hissəsidir. Mətbəx mebeli yığılıb, qazı suyu işığı var. Sənəd Bələdiyyənin qiymətləndirmə sənədidir. Rahatlıqla qaz su işığı var, rahatlıqla köç yaşa ev. Burada onun sanitar qoğuşları, bütün aksesuarlar qoyulub. Bax belə bir həyəti var. Bu da onun böyük bir həyəti. Darvazasını da qarşısını görürsünüz. Buradan bax bu darvazasıdır. Bax belə bir darvazasıdır. Bu da evimiz. Bax bu da evimiz. 3 maşın rahatlıqla girir. Mərkəzi kanalizasiya sistemi. Evin qarşı tərəfində görürsünüz. Yəni yağış sularının getməsi üçün bax burada düzəldilir. Nar ağacı da var. Üzümlü nar ağacı da var evin həyatının içərisində. Kanalımıza abunə olun. Videonu bəyənin. Evin qiyməti 39.500 manat. Eğer alıcı olursa ev sahibi ilə söhbət eləmək olar. İnşallah qiymət. Sağ olun, minnətdarım izlədiniz.